Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri, eləcə də YouTube kanalının izləyiciləri. Həftəniz xeyirli, ruzlu, bərəkətli olsun inşallah. Səhər saatlarında biz dünən axşam paylaşdıq, yəni qızılın alınan mənbələrə əsasən, yəni qızılın hansı səviyyəyə qədər, yəni enməsi və hansı səviyyədə olması haqqında məlumat verdik. Yəni biz axşam saatlarında səhər tezdən, yəni hələ bazar açılmamış, qiymətinin 4637-lərə qədər enməsi haqqında məlumat verdi və brokerlərdən asılı olaraq məzənnəni hansı qiymətlə verəcəyi haqqında da məlumat yazdı. Bu gün səhər saatlarında siqnalları paylaşdıq və birinci siqnalımız deməli erkən bay 4600 yəni paylaşmaq üçün mən demək sosial şəbəkədə bizim Telegram siqnal kanalında paylaşdığımız deməli 4600 50 49'lar erkən baylar 49'lardan idi. Bu 49'dan gələn bay hazırki vəziyyətdə kifayət qədər qalxıb, yəni demək olar ki, hardasa demək $15 qalxıb. İkinci əsas bay da işə düşüb. Bu da əsas bayda ən azından $5 gəlirlə nəticələnib. Səhər saatlarında satış əməliyyatlarına biz üstünlük vermədik, amma alış əməliyyatlarına verdik. Yəni bunu biz səhər saatlarında bugün səhər saatlarında açdığımız əməliyyatlardır. Deməli bugün ayın aprelin 6-sıdır və gördüyünüz kimi aprelin 6-sı açılan əməliyyatlar bunlardır. Gəlir də ki, hələlik bunlardır. Demək, mənim fikrimcə bu gəlir bugün üçün bəs eləyər və həftə üçün bəs eləyər. Və biz qızılda açdığımız bay əməliyyatlarımız hər iki əməliyyat, yəni gəlirdədir, həm 4649-dan, həm də ki 4658-59-dan olan hər iki bay gəlirdədir. Və qiymətin birinci 4679-lara take profit, ikinci take profit isə 4722-lər və 4764-65-lərə qədər. Hələ ki qiymət davam edir. Biz səhər saatlarında alış əməliyyatlarımızı bir partiyaya bağlamışıq və gümüşdə yəni alış əməliyyatlarımız var və gəlirdədir. Buy stoplarımız da var. Yəni buy stopları da biraz aşağı çəkə bilərik ki, daha mükəmməl olsun. Və deməli, gümüşdə yuxarıda da bir dənə bayımız var, gəlir olub, sadəcə olaraq görməmişik, bağlamamışıq, yəni vaxt məhdudiyyətindən, o da problem deyil. Yəni, gümüşün də təbii ki, yuxarı doğru istiqaməti, yəni ilkin hədəf olaraq bugün 73-100-lərdən yuxarı qalxması gözlənilir. Növbəti alışlar da burada verə bilərsiniz, 73-250-lərdən yenidən alışlara girə bilərsiniz. Hələ ki, qızılda olan, deyək ki, gəlirdə qızıl hara qədər qalxdı, baxaq, maksimum səviyyəsi 65, yəni 49-50-lərdən olan, yəni $15-16 gəlir verir, 58-59-lardan olan da arası $6-7 bir gəlir verir. Hələ ki, gəlirdə də, əsas olan odur ki, gəlirdədir hər bir əməliyyatlarımız, həm gümüşdə də əməliyyatlar gəlirdədir, qızılda da gəlirdədir. Keçək biz digər cüzdə, Bitcoin-da alışlar 69450-lərdən gələcək. Satışlar da 68600-lərdən biz bazara girsək, satışlar üçün daha yaxşı olar. Ethereum-da da alışlarımız 2138-lərdən alışlardır. Satışlar isə 2117, 16, 17-lərdəndir. Euro dolar, funt dolar cütlüyünə gəldidə isə bizdə kiçik lotla bir də alış əməliyyatlarımız var 5-ci gündən. Qiymət sürətlə aşağı gəldi. Alış əməliyyatları verdi, gəlirlə bağlamışıq, amma yenidən biz gözləyirik ki, qiymətin yuxarı qalxmasını gözləyirik. Yəni bu istiqamətlə alışlar, yeni alışlar 1.32-200-lərdən gələcək. Satışlar isə 1.31-900-lərdən. Əslində euro dolar, funt dolara o qədər üstünlük vermirik. Nə üçün? Çünki o qədər də gəlirli deyildir. Yəni balansı az olan insanlar üçün əlverişlidir. Keçək euro-dolar rəqabətinə. Euro-dolar rəqabəti əsas alışlar deməli 1.15-400-dən sonra gələcək. Satışlar isə 1.15-lərdən sonra fikirləşməyə dəyər. Yenidən biz əsas məsələ olan, yəni gümüşdür. Gümüş yəni yuxarı doğru istiqamətini davam etdirməkdə
profitdir və qızıl da hələ ki qalxır. Qızıl da hələ ki qalxır. Yəni bu bizim 5-ci günə olan bayımızdır. Az bir gəlirlə nəticələndi və aşağı doğru istiqamətlə davam edir. Biz burada deməli burada açan əməliyyatı 79-a bay take profit qoymuşuq. Yəni qısa zamanda bunu bağlayacaq. Belə, hələ ki, deməli 58-59-da olan 10 dolları bu da gəlir verdi. Hər iki əməliyyat gəlirdədir. Yəni xeyirli olsun bizim demək Telegram siqnal kanalı üzvləri üçün. Eləcə də burada biz 700 nəfərlik bir Telegram siqnal kanalında səhər saatlarında paylaşdıq. Burada 4649-dan paylaşmışıq. 49-dan olan əməliyyatlar hal-hazırda 49, indi 69'dur. 20 dollarlı gəlir verir. 20 dolları gəlir, əzizlərim. 20 dollarlıq qalxış bu bir lotla, uşaqlar, bir lot əməliyyatla 2000 dollar edir. 2000 dollar edir. İndi bizdə uşaqlar var, onlar demək 5 lotla girənləri var. Bu 5 lotla girənlər deməli 10.000 dollar gəlir götürür. Artıq götürüb. Deməli, ən kiçiklə 0.10 ilə bazara girənlər burada 200 dollar gəlir götürür. 200 dollar. Yəni, əzizlərim, bax, 0.10 notla girdiniz, səhər saatlarında bugün 200 dollar gəlir götürdünüz. 200 dollar gəlir götürürüz. 200 dollar gəlir götürdünüzsə, bu bir gündə. 5 gün ərzində bu, demək, 1000 dollar edir. 1000 dollar. Yəni, 5 gün ərzində yəni 1000 dollar edir. Bu 5 gün ərzində. Həftə 4 gündür. 4 həftə var. Deməli, hər həftə 1000 dollar. Bu 4000 dollar edir. Yəni, bu da az məbləğ deyildir. Hətta deyək ki, hər hansı bir insan 0,1 lotla girir bazara. Bu 20 dollar qalxışda 20 dollar gəlir edir. Yəni, bu deyək ki, kiçik hesabdır. 300 dollar, 200 dollar, 500 dollar hesabı. 20 dollar gün ərzində. Həftə ərzində 100 dollar edir. Ay ərzində 400 dollar edir. Yəni, əgər sənin 300 və yaxud da ki 500 dollarlıq bir balansın varsa, ay ərzində, yəni 400 dollar, demək, bu birisi nədir? Yəni, 100% gəlir, yəni, çox mükəmməldir. Hal-hazırda, baxın, bizim take profitimizə yaxınlaşır. Deməli, 76-dır, bizdə isə take profit 79-dadır. Baxaq, biz deməli, burada ilkin hədəf, deməli, take profit 4679. 76'lara qədər gəlib. Yəni, erkən baylar üçün daha çoxdur. Erkən baylar üçün də burada, deməli, 49'dan bu 30 dollarlıq bir qalxışdır. 30 dollarlıq bir qalxışdan take profit. 76'lara qədər qalxıb. 2 dollardan sonra take profit olacaq. 2 dollardan sonra. 76-80, demək olar ki, 77. 77, deməli, haradasa 2 dollardan sonra, 2 dollar 20 sentdən sonra artıq bu take profitdən bağlayacaq. Təbii ki, gümüşdə də artıq biz take profit təyin eləməmişik. Take profit təyin edək, belə təyin edək uşaqlar. Baxın, gümüşdə ümumiyyətlə daha çox, baxaq, məsələn, bu məsafəyə baxaq, 598 dollar, biraz yuxarı qaldıraq, 600 eləyir bunu. Baxaq. 633 dollar. Və bura qalxınca 633 dollar gəlirdən bağlayacaq. Mən bir də nəzər çatdırım ki, burada gəlir varsa, biz əgər stop loss qoymuşduqsa, stop lossu qaldırırsınız, qoyursunuz gəlirə, ki, məsələn, gəlirə. Ən yaxşı halda, əgər aşağı gəlsə, yenə bizim əməliyyatlarımız 100 dollar gəlirlə bağlayacaq. Bunlar da gəlirdədirlər, uşaqlar. Bu əməliyyatlar da gəlirdədir. Bunları da take profit qoyaq. Bu da 633 dollar bu. 633 dollar bu. Bunlara gəlir qoyaq. Bunu da qoyaq. Deməli, 368 dollar da bu gəlirlə bağlansın. Yəni, qızıla baxırıq. Qızılda yenə əslində yəni hal-hazırda 72-dir. Bir çox traderlər artıq bağlayıb əməliyyatları. Yəni, bugün aprelin 6-sıdır uşaqlar. İlk əməliyyatlarımız, deməli, bugün ilk əməliyyatlarımız həm gümüşdə, həm qızılda uğurla nəticələndi. Hamınızı təbrik edirəm. Xeyirli olsun, bərəkətli olsun. Əsas olan odur ki, gəlirlə nəticələndi.
Və bir də ki, bizi izləyənlər bəziləri deyir ki, yəni Forex-dən başa çıxmayanlar, anlayışı olmayanlar, bilməyənlər deyirlər ki, mən stop lossdan istifadə etmirəm ümumiyyətlə. Ümumiyyətlə mən stop lossu da biraz aralıda təyin edirəm. Nə üçün? Çünki əzizlərim, əgər siz qızılla ticarət edirsinizsə, qızılın korreksiyasını nəzərə alın. Təsəvvür edin, siz burada buy vermisiniz. Baxın, qısa bir eniş, deməli 40 dollara bir eniş oldu. Siz stop loss əgər burada buy vermisinizsə, deyək ki, yəni əks istiqamətə korreksiya verirsə, yəni 40 dollarlı, siz hara qoyarsınız? 10 dollarlı. Yəni 10 dollar, 20 dollar qoyursunuzsa, o belə siqnal kanalları en qədərdir. Yəni müflis olmaq istəyirsinizsə, tez bir zamanda bütün əməliyyatlara stop olmağı istəyirsinizsə, həmin yəni sosial şəbəkələr, Telegram qruplarında doludur. O qədər var belə qruplar. Yəni qısa zamanda burada buy əməliyyatları yerləşdirirlər, stop lossu bura qoyurlar. Yəni anidən düşür, stop lossla bağlayır. Yenə buy verirlər, anidən düşür, stop lossla bağlanır. Yəni biz hazırki vəziyyətdə qızılın sürətli trayektoriyası, yəni çox sürətli olduğu üçün biz ən azından 50-60 dollar aralıqda stop lossu təyin edirik ki, qiymət gəlib həmin korreksiya verəndə gəlib stop lossu götürüb ziyanla bağlanmasın. Belə əzizlərim, demək bizim baxın biz take profit qoymuşuq, gedir, yaxınlaşır, düşür. Baxaq görə maksimum nə qədər olub? Maksimum deməli high yeni şam açıldı. Deməli high olub 72-700'lər. Biz 72 take profit qoymuşuq, 72-800'də qoymuşuq. Deməli əslində gümüşdə erkən baylar 72-200'lərdən idi. Bu isə o biraz riskli idi, bu isə riskli deyil. Bunda da artıq gəlirlər var və az qalxışdan sonra bu da gəlirlə bağlanacaq. Belə əzizlərim, yəni hamınıza uğurlar arzu edirəm bütün qrup üzvlərinə. Əsasən də belə deyək, burada bir çox qruplar var. Azərbaycan Forex və Kripto Peşəkar Traderlər Assosiasiyasının üzvləri. Hamınızı təbrik edirəm. 707 nəfəri var. Hamınızı təbrik edirəm uşaqlar. Xeyirli olsun. İnşallah görüşmək ümidi ilə gün ərzində yenidən deyək ki, siqnallar olsa biz paylaşarıq sizinlə. Baxın, qiymət bu maksimum səviyyə 75'dir və az bir hərəkətdən sonra take profitlə nəticələnər. Əslində bir də nəzər çatdırın, bu da gəlirdədirsə, biz bu gəlirdə olandan sonra, məsələn bizim stop lossumuz burada idisə və ya da burada idisə, biz stop lossu götürüb, əgər trailing stopu bilmiriksə, stop lossu götürüb qaldırırıq gəlirə. Bu sığortalamaq budur. Artıq mən sığortaladım. Yəni dəfələrlə sual verməyin ki, sığorta nə deməkdir? Sığorta, baxın, sığortaladım. Sığorta. Sığorta budur uşaqlar. Sığortalayın yazanda budur. Yəni bu nə deməkdir? Stop lossumuz buradaydı. Gəlirə gələn kimi biz stop lossu qaldırdıq, qoyduq gəlirə. Yəni ən yaxşı halda bu sürətlə, force major halda aşağı düşsə, yenidən gəlirlə bağlanacaq. Bu mən gözləyirəm ki, uşaqlar bu take profitlə bağlansın ki, baxın çox güclü bir deməli 77 20'lərə dəydi. Deməli bu 76-80'larda, yəni biraz daha yuxarı 40 pip daha yuxarı hərəkət elədi. 76-600 biraz da qalxsa. Əslində belə halda uşaqlar bir çox traderlər bu cür halda dərhal bağlayırlar. Yəni belə halda biraz təhlükəlidir. Eyni nöqtəyə vurursa bunun korreksiyası ola bilir deyənə. Yəni ona görə belə hallarda tez bağlayırlar, bazardan çıxırlar. Bir də ki, əgər biz belə deyək, buna sığortaladıqsa, əgər qiymət gəlsə, buna dəysə, kiçik gəlirlə götürsə, məsələn, elə traderlər var ki, deyir, bizdə məsələn gəlir, məsələn 600 dollar idi, yəni biz sığortalamışdıq 100 dollarla bağlanır. Eybi yox, qoy bağlansın. Yəni ya bunu bu qiymətlə bağlayın, ya da ki hər iki halda gəlirlə bağlayın. Əsas odur ki, sığorta ilə bağlasın. Belə uşaqlar, yenidən maksimum baxırıq. Yeni bir maksimum vurdu. Yeni bir maksimuma imza atdı. 77.90. Deməli 1 dollar 10 sent qalıb ki, bizim take profitimizə dəysin.
Və baxaq görək burada gümüşdə də yəni az qalıb. Gümüşdə maksimum nə oldu? 72.710 olub. 72.713 olub bu. Bu hələ maksimum vurmayıb. Bu maksimum vursa qısa zamanda götürəcək. Əslində belə halda yenə deyirəm ki, saatlarla, dəqiqələrlə bunu gözləməkdənsə bağlamaq, bazardan çıxmaq daha yaxşı olar uşaqlar. Yəni tam olaraq səmimi sizə deyim. Bəlkə də mən də bağlayacağam bunu. Belə yəni səbirli olanlar üçün gözləyə bilərlər. Amma sonra peşman olmayın. Yəni burada 1 dollar üçün 1 dolları gözləməkdənsə, yəni buradan bura qədər neçə pipsdir? Hardasa 19 pipsi yəni 1 dollara qurban verməyin. Belə əzizlərim, yəni hamıza yenidən uğurlar. Bugün birinci gündür. Həftə ümumiyyətlə sizin üçün gəlirli, ruzlu, bərəkətli olsun. Öpürəm sizi. Mən nə edirəmsə, əzizlərim, sizlər üçün edirəm. 72, 705, 707. Yəni bu qalxırsa, təbii ki, qızıl da qalxacaq. 77 yeni bir maksimum hələ vurmayıb. 77, 90. Çox güman ki, bu gəlirlə götürəcək birazdan. Bir dənəsini bağlayacaq. Deməli, 72, 718 oldu. Yəni, 800-ə az qaldı. Biraz qalxsa, həmən bağlayacaq. Belə halda biraz səbirli olmaq lazım. Bağladı uşaqlar, birini bağladı. Gəlirlərin birini bağladı. Deməli, birini bağladı. 333 dollardan Takeport bağladı. İkincisini də bağladı. İkincisini bağladı. Deməli, 344 dollardan bağladı. Qızılda da desəm bağladı. Qızılda 58, deməli bu 41-də yox, bu deyil. Deməli 2 dənə, gümüşdə 2 dənəsini bağladı. Qızılda uşaqlar, qızılda baxın, hay 78, 72, biz isə 79-a təyin etmişik. Biz isə 79-a təyin etmişik. Əsas odur ki, uşaqlar, yəni gəlir oldu. Yəni bəs eləyər. Yenə dediyim kimi, bizi izləyənlər, əgər bu erkən baylar 707 nəfər, əgər sizdə kiçik həcmdə deməli ən azından 30 dollar qalxıb yuxarı. Əgər 0.1 lotla da bazara girsəydiniz, yəni siz 30 dollar gəlir əldə edərdiniz. Bu da bir gün üçün 300 dollarlıq və yaxud da 400 dollarlıq, 500 dollarlıq balans üçün günə 30 dollar mükəmməldir. 5 günə 150 dollar edir. 150 dollar. Ayda 22 iş günü var uşaqlar. 22 iş günü. 22 iş günü də, yəni siz normalda 22 iş gününü siz 150-yə vursaz, bu 3300 dollar edir. Bunu vuraq 22 iş gününə. Çox üzr istəyirəm, 22 iş gününə. Burada deməli 3300 dollar pul edir. 3300 dollar. Səhv eləmirəmsə elədir. Siz də bir daha yoxlayın. Deməli 150 dolları vuraq 22 iş gününə 3300 dollar gəlir edir uşaqlar. Mükəmməldir. 3300 dollar olmasın uşaqlar. Ay ərzində sizin balansınız 500 dollardırsa, ay ərzində plus 500 dollarda qazansaz, bu 100% edir. 100%, yəni bu mükəmməldir uşaqlar. Yəni siz bunun fərqinə varmırsınız. Səhər qazanırsınız, abeddən sonra, saat 4-dən 5-dən sonra Amerika xəbərlərində itirirsiniz. Yəni əsas qazancı deyil, əsas qazancı qoruyub saxlamaqdır əzizlərim. Çalışın qazancı qoruyub saxlayın. 19 dəqiqə oldu uşaqlar. Yəni bizim gəlirlərimiz hazırki vəziyyətdə. Bunlar da bizim bağladı. Baxın, bunu deyirdim. Fikir verin, indi korreksiya verir aşağı. Və bu nağda olsun, soğan olsun prinsipi vardı, sizə demişdim. Bu korreksiya verir. Belə bir çətin məsələ deyil. Bundan qorxasınız. Mən stop lossdan istifadə eləmirəm. Ona görə sığortanı siz üçün şeydir. Mən stop lossdan ümumiyyətlə onu ləğv edəcəm. Stop lossu gümüşə baxaq.
Gümüş də bir dənə əməliyyatımız qalmışdı gəlirlə bağlamaq üçün. Gümüşdə spread çoxdur, biraz ehtiyatlı olun gümüşdən. Burada yenə gəliri var. Bunu gəlirini isə biz hara qoyarıq? Bunu qoyuruq, bunu gəlirini qoyuruq. Deməli 22 yox, deməli 64-də, 65-də də var. Burada da var. Lap belə deyək, bir dənə əməliyyat verək, 22-yə qoyaq sizin üçün. 22 ardadır. Və 22. Belə, bax buna görə demək 19 dolları 1 dollara qurban vermək olmaz da. Yəni 1 dollar. Baxın biz qoymuşuq. Bunu qoymuşduq. Take profit qoymuşduq. Hara qoymuşduq? Baxaq. Deməli 79-a qoymuşuq. Yəni 78 72-yə qədər qalxıb. Yəni bir neçə pips qalıb take profit'a dəyməklə. Ona görə də yəni nağd olsun, soğan olsun prinsipinə gedə bilərsiniz, əməliyyata bağlaya bilərsiniz. Yəni yenə deyim ki 19 dollar və ya ki 29 dollar az məbləğ deyildir. Belə, yəni gəlirlərlə nəticələndi hər iki gümüş və qızıl. Hamınıza uğurlar arzulayıram. İnşallah görüşmək ümidi ilə. Qızıl hər dəki gəlirdə də istəsiz bağlaya bilərsiniz. Yəni 1 dollar üçün, 1 dollar da deyil, bir neçə sent üçün gözləməyə dəyməz. Oldu hələlik görüşmək ümidi ilə. Sağ olun uşaqlar. Xeyirli olsun hamımız üçün.